Heç bilirdiniz ki, Gəncə təkcə Nizami Gəncəvi ilə və ya tarixi abidələri ilə deyil, hətta qədim bir əxilik təşkilatı ilə də tanınır. Əxilik 11-ci əsrdə Şərqdə yaranmış sufi yönümlü bir təşkilatdır. Bu təşkilat sənətkarlıqla məşğul olan insanları təkcə peşəkar yox, əxlaqlı, vicdanlı və insanlara xidmət edən bir modelə çevirirdi insanlara. Əxilər düzü danışan, halallıqla işləyən və ehtiyacı olan insana əl tutan bir təşkilat idi. Bəlkə də təəccüblənəcəksiniz, amma Şeyx Nizami Gəncəvi bu təşkilatın üzvlərindən biri olubdur. Bəzi mənbələrə görə o Gəncədəki təşkilatın şeyxi, yəni rəhbəri idi. Onun yazılarında da əxilik dəyərləri, insanlıq, ədalət, mərhəmət çox aydın hiss olunur. Bir məqam da var, 1231-ci ildə Gəncədə və Təbrizdə baş verən xalq üsyanlarının təşkilatçıları da elə əxilər idi. Onlar təkcə sənətkarlar yox, insanların yanında olan, zülmə qarşı çıxan insanlar idi. Usta Bəndər adlı bir şəxs var idi və çox güman ki, həmin illərdə Gəncədə əxilik təşkilatının elə rəhbəri, şeyxi o idi. Təəssüf ki, Monqol hücumlarından sonra əxilik təşkilatları böyük bir zərbə aldı. Amma yadımızdan çıxmasın, bugün də əxilik kimi sənət, dürüstlük və birlik ruhuna çox ehtiyacımız var. Gəlin bu köhnə dəyərləri də yenidən hatırlayaq. Əxilik də sadəcə tarix deyil, bu bir həyat tərzidir. Sağ olun.